Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəlmisiniz. Bu günlərim sobada manqal ləzzətində qaz ətinin yeməyini reseptini sizlərlə paylaşıram. Siz də şərh bölməsinə yazın görək siz necə hazırlayırsınız bu yeməyi. Sizin yorumlarınız mənim üçün çox önəmlidir. Videonu bəyənib yaxınlarınızla paylaşmağı, videomun altına şərh bölmələrinə şərhlərinizi yazmağı unutmayın. İndi isə keçək yeməyin hazırlanma qaydasına. İlk öncə əti doğrayıram. Qazı doğradıktan sonra qazın bıdıq hissəsini və qənət hissələrini iki hissəyə ayırıb yuyub qoyuram kənarda suyu çəkilsin. Keçirəm ətin sosunu hazırlamağa. Ətin sosu üçün 2 xörək qaşığı mayonez götürmüşəm, 2 xörək qaşığı ketçup, 1 xörək qaşığı tomat, 1 çay qaşığı kəkliyotu, 1 çay qaşığı qırmızı şirin biber, 1 çay qaşığı qara istiyot, 1 xörək qaşığı duz, 1 çay qaşığının yarısından qırmızı acı biber əlavə edib qarışdırıram. Əti soba listinə əlavə edib üzərindən hazırladığım sosu əlavə edib qarışdırıram. Ətlə sosu yaxşı qarışdırdıktan sonra əti soba listinə düzüb, üzərindən yarım stəkan su əlavə edib, üzərini folqa kağızı ilə örtüb, sobada 1 saat sürə boyunca bişirirəm. Bir saatdan sonra əti sobadan çıxardıb, kənarlarına kartof, pomidor, şirin biber, acı biber əlavə edib, üzərindən yağ əlavə edib saat yarım sürə boyunca sobada bişirirəm. Bu da artıq yeməyimiz hazırdır. Videonu bəyəndinizsə kanalıma abunə olub, videolarımı like edib yaxınlarınızla paylaşmağı, videolarımın altına şərh yazmağı unutmayın. Allah'a əmanət olun. Yeni videolarda görüşmək ümidiyle.